doğrusu ona tərəf çəkilir. Məsələn, çoxlu duzlu bir şey yirəmsə, qanımın tərkibində natrium səviyyəsi yüksəlir. Və dediyim kimi natrium suyun özünə çəkdiyinə görə damarlarda bir müddətdən sonra axan qanın da miqdarı çoxalır. Nəyə görə? Çünki suyun miqdarı ekstra gəldi. Və damarlarda normaldan artıq qan axarsa əgər, yəni normadan artıq damarın içində maye olarsa, bu damar divarlarına təzyiq göstərir. Və təbii ki, bizim ürəyimiz müəyyən təzyiqlə ürəkdən qanı damarlara qovur. Əgər və bu normal insanlarda 120-nin 80-ədir. Yəni 120 həddi yuxarı həddi, 80-də aşağı hədd. Bunun nə olduğunu növbəti videolarda izah edə bilərəm. Ancaq damarda qanın miqdarı çoxalarsa və yaxud da digər sözlə mayenin miqdarı çoxalarsa, o zaman ürək daha böyük bir təzyiqlə işləməlidir ki, o qanı orqanlara doğru itələyə bilsin. Damarlara